Salam. Böyürtkən yığılması ilə bağlı sosial şəbəkələrdə son dövrdə müxtəlif fikirlər səslənilir. Bəziləri deyir ki, böyürtkən yığana cərimə yazılır. Bəziləri belə qərarın olmadığını bildirirlər. Gəlin görək, qanun əslində nə deyir? İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsində meşə fondu sahələrində yabanı meyvə və gilə meyvələrin özbaşına yığılmasına görə məsuliyyət nəzərdə tutulur. Amma maddənin mətninə baxanda görürük ki, söhbət bütün böyürtkən kollarından getmir. Maddədə söhbət meşə fondu sahələrindən və yığılması qadağan edilən yaxud yalnız meşə bileti ilə icazə verilən sahələrdən gedir. Belə halda fiziki şəxslər üçün cərimə 400 manatdan 600 manata qədər müəyyən edilmişdir. Deməli, məsələni sadəcə böyürtkən yığmaq qadağandır kimi təqdim etmək düzgün deyil. Əvvəla 3 suala cavab vermək lazımdır. Birinci, böyürtkən yığılan ərazi meşə fondu ərazisidirmi? Bu suala fikir vermək lazımdır. Böyürtkən yığılan ərazi meşə fondu ərazisidirmi? Əgər meşə fondu ərazisi deyilsə, məsələn, kəndir, kəndin yanında və yaxud aşağısında bir dərə var. O dərədə də böyürtkən kolları var. O kollardan insanlar əgər böyürtkən yığırlarsa, bu artıq qanun pozuntusu deyildir. İkinci, həmin sahədə gilə meyvə yığılması qadağandırmı? Yaxud meşə bileti tələb olunurmu? Üçüncüsü isə konkret şəxs həmin qaydanı pozubmu? Burada çox mühüm bir məqam da var. Meşə Məcəlləsinin 53-cü maddəsi fiziki şəxslərin meşədə olması ilə bağlıdır. Və qanunvericilikdə başqa hal tutulmadıqda şəxsi istifadə üçün yabanı meyvə, gilə meyvə və digər meşə sərvətlərinin toplanması hüququnu nəzərdə tutur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 20 avqust 2026-cı ildə yeniləşmiş meşə sahəsində yeniləşmiş meşə mühafizə işçilərini məlumatlandırmaqla müəyyən edilmiş meşə sahəsində cır meyvə və dərman bitkiləri toplamağın mümkün olduğu, bunun üçün ödəniş tələb edilmədiyi yazılır. Göründüyü kimi, qanun məqsədi deməli, meşədə bitən hər bir böyürtkəni insanlardan qorumaq deyil. Qanun həm təbii sərvəti qoruyur, həm də vətəndaşın qanuni istifadəsini nəzərə alır. Əsas məsələ yığımın harada və hansı qaydada aparılmasıdır. Bir çox kənd sakinləri deyirlər ki, böyürtkən yığarkən polislərin müdaxiləsinə ilə qarşılaşırlar. Hesab edirəm ki,
Burada səlahiyyət məsələsi aydın izah edilməlidir. Meşə fondundan və təbii sərvətlərdən istifadəyə dövlət nəzarətini ekologiya və meşə sistemi həyata keçirir. Polis isə öz qanuni səlahiyyətləri çərçivəsində hərəkət edə bilər. Ona görə vətəndaş bilməlidir, qarşısındakı şəxs hansı qurumu təmsil edir, hansı hüquqi əsasla müdaxilə edir. Mənimsə bir təklifim var. Deməli, yaşayış yerlərinə yaxın, əvvəllər əkin sahəsi olmuş və indi böyürtkən kolları ilə örtülmüş ərazilərə təsərrüfat baxımından yanaşmaq lazımdır. Amma yaşayış məntəqələrindən uzaqda, təbii ərazilərdə bitən böyürtkənləri mümkün qədər qoruyaq, çünki bu kolların meyvəsi quşlar və çöl heyvanları üçün təbii qida mənbəyidir. Burada bu qanunları tərtib edən qurumlardan da çox şey asılıdır. Nə televiziyalarda, nə insanlara bu qanunlar düzgün izah edilmir. Eyni zamanda təbiəti mühafizə işçiləri, meşə işçiləri, əgər qanunla icazə yoxdursa, meşədən istifadə etmək, hansı meyvələri yığmaq, gilə meyvələri yığmaq icazə yoxdursa, zəhmət çəkib tablolarla insanları tanış etsinlər ki, insanlar da çaşbaş qalmasın. Sağ olun, gələn görüşlərə dək.